bədəndəki hissiyatlara çox odaqlanmış insanlarda panik atak daha sıx görülür. Çünki panik atakda əslində qorxu bədəndə olan o ürək döyüntü, tərləmə, titrəmə, boğulma hissi, baş ərlənməsi və yaxud da ki, o sırada dəli oluram kimi bir qorxu ilə özü müşayiət edir. O hissiyatlardan həmin şəxs çox qorxur, ona fərqli mənalar yükləyir. Yəni ki, mən bu dəqiqə öləcəm, bu dəqiqə infarkt keçirəcəm, bu dəqiqə beynimə qan sızacaq kimi mənalar yükləyərək öz qorxusunu biraz daha artırır və beləliklə o sırada ortalama bir 15-20 dəqiqə, bəzən yarım saat çəkən bir atak yaşayır. Bu çox şiddətli bir qorxu ilə gedən bir atakdır, dalğa şəklindədir. Nə vaxt gələcəyini həmin şəxs çox vaxt təxmin edə bilmir. Yəni ani olur və ilk başlanğıcı da ani olur. Öncəsində yavaş-yavaş başlayan, artan bir hal deyil. İlk başlanğıcında şəxs bir dəfə panik atak keçirir. O sırada yaşadığı yoğun təşviş və qorxunu o an ilk atakda o düşünür ki, yəqin ki, mən artıq ölürəm. Amma sonrasında ölməsə də, yəni ki, atak keçir. İkinci atakı keçirməkdən qorxur. Çünki o sırada yaşadığı qorxu hissi, yəni ölüm qorxusu və yaxud dəli oluram qorxusu o qədər yoğundur ki, onu ikinci dəfədə yaşamaq istəmir.